Salam əziz dəyərli izləyicilərim. Bugünkü mövzumuz əkizlər bürcüdür. 2 gündür rayona getdiyim üçün bürclər haqqında paylaşımlar edə bilmirəm. Və budur, sevgili əkizlər, yaxın əyləşin, sizə harika xəbərlərim var. Əkizlər bürcü nə vaxtdır arzuladığı, planlaşdırdığı, həyata keçirə bilmədiyi işi axır bu 2026-cı ildə həyata keçirəcək. Arzusu reallaşacaq. Bir plan haqqında nə vaxtı fikirləşirdi və o plan bu illərim həyata keçəcək. Bəli, mən əkizlər bürcünü çox sevirəm. Əkizlər bürcü insanı çox şirin dildir. Kimsə deyə bilməz ki, mən əkizlər bürcünün dilindən incimişəm. Onlar ancaq can, qurban olun, qadan alın, belə sözlər, belə ifadələr işlədərlər, qarşısındakı insana elə müraciət edərlər. Əkizlər bürcü qadını çox mehriban, çox şən, çox ünsiyyətçil biridir. Hansı ortama düşürsə düşsün, əkizlər bürcü tez ünsiyyət qurur, tez özünə dost tapırlar. Dost tanış tapırlar. Əkizlər bürcü insanı heç vaxt ürəyində söz saxlaya bilmir, sir saxlaya bilmir. O əkizlər tez sevincini, nə bilim, kədərini də deyək, ürəyində olan bütün fikirləri tez ətrafı ilə paylaşmağa tələsəndir və paylaşır da. Bəzən bu üzdən onlar çox səmimi, çox şirindil olduqlarından tez nəfsə gəlirlər. Və onlar heç bilmirlər ki, o nəfs onlara hardan gəldi, ətrafından, yaxından, kimdən gəldiyini heç bilmirlər. Ancaq nəfsə gəlirlər deyənə bəzən xəstələnirlər tez-tez, bəzən başlarına qəribə bir hadisələr gəlir. Ona görə də əkizlər bürcü çox vaxt uğurlarını, sevinclərini paylaşmamalıdırlar. Lakin bu əkizlər bürcünü deyirəm də xasiyyətindəndir, özlərindən asılı deyil. Onlar çox saf, təmiz qəlblidirlər. Ürəkləri yumuşaqdır, hər kəsə acıyarlar. Və əkizlər bürcü nə qədər açıq, ünsiyyətli olsalar da, bəzən qəlblərinin küncündə özlərinə aid sirlər saxlayırlar. Və gecələr onlar tənha qalanda Allahla danışırlar. Həmişə əkizlər bürcü Allahla rabitədədir. Bütün dərdlərini, sirlərini, çox vaxt ürəyində gizlətdikləri sirlərini, arzularını Allaha danışarlar. Və elə bil ki, Allah anında onların istəklərinə cavab verir. Əkizlər bürcündə belə bir xüsusiyyət var ki, Allahdan nə istəsələr Allah onlara verir. Və əziz əkizlər, dəyərli əkizlərim, bu 2026-cı ildə sizin üçün çox uğurlu gələcək, çox düşərli olacaq, maliyyə uğurlarınız olacaq. Bəli, ələxüsus sevgidə əkizlər bürcünün 2026-cı ildə bəxti gətirəcək. Bəli, beləliklə bu bir videomuzun da sonuna gəldik. Əziz izləyicilərim, dəyərli izləyicilərim, kanalıma abunə olun ki, bütün videolarımdan xəbərdar olasınız. Çünki növbəti bürc məhz sizin bürcünüz ola bilər.